Assalamu aleykum və rəhmətullahi və barakatuhu, əziz bacı qardaşlar və ümumiyyətlə bizə baxanlar, məni izləyənlər. Mən də istəyərdim öz fikrimi bildirim. Mən görürəm orada sosial mediada çoxlu səhifələr açılıb bizim adımızdan. Həmçinin müsəlman adından da, bax saqqalları buradan və bu günləri yazırlar ki, İran dağılsın, nə bilim görbagör oldu, belə oldu. Siz utanmırsınız? Siz hansı dindəsiz? Siz neyinirsiniz? Siz neynəmək istəyirsiniz? Yaxşı, başa düşdüm. Sizi maraqlandırmır ki, İranda 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Bunu başa düşdüm. Ramazan ayıdır. Allah'tan qorxun layiqincə. Siz kimsiz ki ona buna hökm çıxardırsınız? O belədir, bu belədir. Bəyən bizim dinimiz bizi buna öyrədir, yoxsa birliyə çağırır? Yoxsa olsun əhli sünnə əqidəsində olan, olsun şiə əqidəsində olan, yoxsa hamı pakdır, heç kimin günahı yoxdur, yoxsa siz özünüzdən Allahın yerinə belə deyirsiniz kim haralıqdır da, kim cənnətli idi, kim cəhənnəmli idi, siz onu bilirsiniz. Yəni bilirsiniz, mən utanıram, vallahi billahi mən utanıram. Mənim dinim mənə həmişə mülayim olmağı öyrədib. Bizim Peyğəmbərimiz sallallahu aleyhi və səlləm zamanında onun yanında cürbəcür insanlar müraciət edib və o həmişə gülərüz, təmkinli insanlara dini izah eləyib. Fələstində əhli sünnə olan Fələstini qırdılar, heç kim heç nə demədi, hamı sustu. İranda əhli şiəni qırırlar, heç nə. Gəlirlər əhli sünnədən olan əhli şiəyə belə yazır, əhli şiədən olan əhli sünnəyə belə yazır. Siz neynəmək istəyirsiniz? Siz müsəlmanı ümumiyyətlə niyə bölürsünüz? Niyə bu davaları aparırsınız? O zamandırmı indi? İslam dinimiz çox gözəl dindir və hər zaman birliyə çağırır. Və Allah buyurub ki, noxud boyda bir insanın ürəyində Allaha imanı varsa, deməli Allah bilər kimə nə bağışlayar. Bizə düşman lazım deyil. Biz özümüz öz aramızda düşmənçiliyimizi eləyirik. Amma mən bir əhli sünnə əqidəsində olan bir insan, əlhəmdülillah, İslam dini çox gözəl dindir. Və İslam dini bizi bir-birimizə nifrət eləməyi öyrətmir. Allah deyir ki, bağışlayın və bir insana yaxşılıq eləmək istəyirsinizsə, ona başa salın, izah edin, düzgün yol nədir? Allaha xatir təmkinli olub onu izah eləyin. Və hətta o insan dinləməsə, bıraxın o insanı, qoy getsin. Çünki Allah bilir kimi hansı yola yönəldir. Amma düşmənçilik eləmək o insanla ki sizə toxunmur, sizə heç kim deməyib ki, düşmənçilik edin. Hətta əsir düşən bir insan sizinlə döyüşübsə və artıq sizə sülh təklif eləyibsə, onda da siz onu dinc qoymalısınız. Mən istəyərdim Quran ayəsini sizə xatırladım. Allah buyurur. Ali İmran surəsi 103-cü ayə. Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Allahın sizə olan neymətini xatırlayın ki, siz bir-birinizə düşman idiniz. O sizin qəlblərinizi birləşdirdi və onun neyməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarındaydınız. O sizi ondan xilas etdi. Allah öz ayələrini sizə beləcə beyan edir ki, bəlkə doğru yola gələsiniz. Yəni Allah buyurub ki, bir olun, müsəlman bir olmalıdır, bir-birinə dəstək olmalıdır. Çünki ümumiyyətlə günahsız adam yoxdur və tövbə qapısı hər zaman açıqdır. Və ancaq Allah bilir kimi, necə yola yönəldir. Ona görə mən misal üçün qorxaram kiminsə haqqında demək ki, sən 100% beləsən, pissən, yaxşısan, onu ancaq Allah bilər.